Kanalımıza salam dostlar, videomuz hoş geldiniz. Merhabalar. Bugün yeni bugün Clash of Clans'ta sıfırdan gelişme serimizin 3. bölümüne hamımız hoş geldiniz. Hoş bulduk canım. Və gördüyünüz kimi dostlar, ən axırıncı dəfə köyümüz bu haldaydı və çoxdan da girmirəm, 2 həftəyə yaxındır. Girmədiyimə görə artıq təzə simgələr zat çıxır burada. Laboratordan çox fazla görüntü geliyor, elə bir şey deyil. O şimdi siz bunu tez oxuyarsınız və gördüyünüz kimi ən axırıncı dəfə bu gelişmələri eləmişdik. Başqa bir araşdırmaya başlamaq üçün yetərli qaynağımız varmı? Bir bakalım. Gördüyünüz kimi artıq 7-ci bələdiyyəyə görə hər şey tamdır. Bir dənə burada ejderha, bir də şifazəyə basmaq lazımdır. Buradan da bura tıklayıraq, heç bir şey yoxdur. Buradan bura gördüyünüz kimi 6 milyon Zengin oldum. 206 milyon 40 min altınımız var. Əla, süper. Bunlarla möhtəşəm bir şəkildə gelişməmizi eləyib ondan sonra inşallah 8-ci səviyyə bələdiyyə binasına keçəcəyiz. Amma istəyirəm laboratuvarı videonun yəni uca bitirmə yaxın hamısını basım. Ondan sonra video bitirmək istəyirəm. Buradan Barbar Kralı da basarıq tez bir şəkildə. Özdə nə qədər 10 dəfə də basa bilərik. Prosta ki 8-imiz yoxdur ki tez bitirək. Buradan yeni bir sezonumuz başlayıb. Ekim sezonu başlar. Türk dilində də oyun. Bana ne amına koyayım? Bir tez qıraqlar təmizləməklə başlanğıc eləyək. Dostlar və 2 həftə girməmə, yəni 2 həftə girmədiyimə görə bütün qıraqdakı zirzibilləri bütün hamısını təmizlədim və ilk başlayanda 440 elmasımız var idi. İndi isə 540, yəni tamına. Dostlar, oyunun ekranının sağ tərəfi hissəsi görsənmir. Problem yaşam OBS-də. Onu yəni indirik üzüllü hesab edin. Gələn səfər düzəldəcəm. Narahat olmayın. 100 dənə elmas cibimizə qoyduq. Çok iyi, çok iyi. Biz indi ilk öncə nə etməliyik? Əlbəttə ki, savaşmaq lazımdır. Ondan sonra isə yüksəltmələri eləyərik. Ordu azlayaq. Çox belə bu qəribə bir ordudur. Mən videodan əvvəl normal bir ordu tapdım. Yapmış mıyım? Bundan 8 dənə səfərimizə və bundan 4 dənə, yox 5 dənə. Buradan hamısını belə eləməliyik. 3 dənə bu. Barbarımız buradadır. Barbarımıza nə seçə bilərik? Heç nə seçə bilmərik çünki başqa bir şeyimiz yoxdur. Heç də bu ordu ilə inşallah saldırmayı düşünürəm. Klanımız da yoxdur. Bir dənə təzə bir klana girək. Hə, türkcə gir. Qarabağzan. Bir dənə normal çox seviyə bir dənə köy lazımdır ki, biz orada tez bir şəkildə, amma əslində belə deyiblər. Rank adlı klanlar var idi. Gördüyünüz kimi bu boyda klana girsən, inşallah online olan vardır 6 dənə. Bir dənə tez bir şəkildə takviyen istəyirsən, dank. İnşallah atarlar. Bir dənə tez bir şəkildə bax atacaqlar mı? Atsalar can. Öpüyorum qara sizi. Öpüyorum. Gördüyünüz kimi hər şeyimiz hazırdır. Bu klanda hələ ki qala çox möhtəşəm bir dəstək klanına oxşuyur. Bu saldırı ilə baxaq nə edə bilərik. Abi yanında mən oyuna 2 həftə girmədim. Hər şey dəyişdi. Haberlər Şef Zafer hekayələrinin kulaqdan kulağa yayılıyor. Allah Allah. Köyümüz kupalı savaşlara katılmaya hak kazandı. Ben bunu bilmirdim. Yeni bir dənə deyəsən özəlliyi gəlib. Bura bastıq. Klan kalesi savunma bilgisi. Bence bunu düzenləmək. Allah bu nədir? Muzraqçı. Baş yepyeni də alım. Mən də anlatır dinləyəcəm. Hə, bunlar təzələrdir. Uydu. Dostlar nə qədər gəlib? 1, 2, 3, 4, bir də 5. Bunlar bilirəm. Prosta bunlar ən son əklənilər. Deməli başlı. Əla. Mən qatılmaq istəyirəm. Tez bir şəkildə savaşımızı axtaraq. Ölü bir dənə köy tapmaq istəmirəm. Normal bir dənə köy tapmalıyıq ki, baxaq nə edə bilərik. Mən bir dənə tez bir şəkildə köy tapım gəlirəm. Dostlar, heç olmasa bayaqdan axtaram, yəni bir dənə normal bir köy çıxmır, amma indi hal-hazırda deyəsən, yəni bu hələ ki o bizlərə baxaraq normal bir dənə köydür. İndi burada özümüzü yoxlamaq istəyirəm. İlk öncə biz barbarı hansısa tərəfdən buraxmalıyıq ki, heç olmasa yüngül təmizləsin. Yəni bu ordunun dediyimdə taktiki budur. O zaman buradan qarış buraxırıq, düzdürmü? Burayı yüngül bir şəkildə təmizləsin. Ondan sonra biz nə edəcəyik? Bu tərəfdən dostlar buraxacağız. Bir dənə tez bir şəkildə ham bura gəlsə zor olur. Bir dənə bura, sonra bir dənə də buradan qoyduq və buradan da dəstək edirik dostlar ki, bil buradan bu qabaq tərəfdən hücum edirlər deyə bu mouse'unu göstərdiyim yerdən. Amma ejderhalar ölsə bitdi. Amma yəni ki ölməyəcək çünki sağ soldan dəstəyimiz var. Əslində mən bir səhv bir şey elədim çünki ejderhaları bura qoyduğum zamanı elə bir hamısını birlikdə qoymadım da, yəni dağıldılar. Bunlar hamısı bir yerə geçsəydi və mən büyüyü atdığım vaxtı hamısı o büyüyə dəysəydi və indi yəni ki uduzduq. Yəni istəyimiz olmadı, amma 90%-ni zad aldıq. İndi bunlar bura cumsa, yəni bu uzaqdan bunları mən edəcək. Bunlar əgər tam bura cumsa udacağız inşallah. Amma yəni ki udmayacaq, amma bir dənə bu qaldı. Yox, məncə alovdarı, yoxsa yox.
Valla bir dənə də vursaydı udardıq da. Nəysə, danışma ehtiyac yoxdur. Osta udarıq və 180k-ya yaxın, altınımız 220k-ya yaxın, iksirimiz və 1110 par iksirimiz var. Möhtəşəm. Yəni hələ ki 2 həftə əvvəl oynadığıma baxmayaraq normaldır. Bilirəm çox pis amma yenə də normal idi. Yıldız bonusunu bitirib ondan sonra bütün yüksəltmələri basmaq istəyirəm. Mən bunu da denemək istəyirəm sizin üçün. Turnuvaya katıl. Turnuva yeni olaraq da başlayın. En fazla 100 kişilik qruplara mücadilə edərsin. Saldırılar və savunmalar sınırlıdır. Qəribə bir şeydir. Qaydolluq da. İndi oynayamayacağız yəni ki. Heç nə. O zaman bir dənə də tez bir şəkildə nə edirik? İstəyimizi atırıq. Allah 12 dənə daşı verir. Videosu heç nə olmaz. Bir dənə xahiş edirik. Zəhmət olmasa doldurun. Öpüyorum. Canavarsız. Savaşımızı girək. 3 yıldız mütləq almaq lazımdır. 3 yıldız alaq. O zaman bu nə də yuxarıdan yeni şeylər gəlib. Bunları artıq zaman keçdikcə öyrənəcəz. Mən bir dənə tez köy tapım gəldim. Dostlar, möhtəşəm bir dənə köy tapdım. Əla bir köy. Tam özümüzü yoxlamalıyıq, amma yəqin ki, nə edəcəz? Ucuz əlbəttə ki. Ona görə mən orduyu gücləndirə eləyəcəm. Və burada məncə 50%, 60% yazacağız, 100% mən sizə deyirəm. Amma tam win alacağımıza inanmıram, çünki çox güclüdür. Yəni əla bir dənə şey var, amma əlbəttə ki, gördüyünüz kimi burada nədir? Duvarlar çox pis vəziyyətdədir. Yəni saldıracağımız yer tərəflər və yaxud bu tərəflər olmalıdır. Həm də burada Tesla nədir? İşləmir. Ona görə nə edirik? Biz buradan barbarımızı buraxdıq. Barbarımız sakit bir şəkildə oranı həll eləsin. Onun arxasıysa mən bir dənə deyəsən ejderha buraxmalıyam ki, çünki bunun taktiğində elə öyrənmişdim. Bir də bir şey yaddan çıxartdım. Bura kimi video izləyirsə videomuzu bəyənməyi, kanalımıza abunə olmağı, bildirişlərini tümünü atmağı unutmazsanızsa çox sevinərəm. Ejderhanı buraxdığım qış. Bu səfər elə ağzıma gələn elədim də. Ejderha hamısı bu tərəfə getsə, bu tərəfə getməsə, bu tərəfə ortaya tərəf getsə, əla olar. Davay. Həll eləyərik, davay. Aynen. Yaşayın. Bir yıldızımızı aldıq. Belediye binasını qırdıq. Çətin. Yəni 50%-dən alacağız da 2 yıldız səhv eləmirəmsə. Çünki dediyim kimi ordu sağa tərəfə dağlarsa, yəni mən dediyim istiqamətim yəni bu tərəf idi bu. Burada hava fişəklər hamısını mənədir. Gördüyünüz kimi bu nə qədər vurur. Bu hava fişəklərdən nə etməliyik? Əlbəttə ki, güc iksiri yox, yıldırım iksiri ilə, şimşək iksiri ilə həll edə bilərik. Prosta birini zatıra bilərik. Heç də buradan yüngül bir şəkildə, tez bir şəkildə. Mən onsuz da hələ ki ehtiyac yoxdur qənimət, çünki bizim köydə 7 milyona yaxın qənimətimiz var. Mən prosta istəyirəm yəni bu savaş elə bir taktiğini öyrənim. Çünki 7-ci seviyə belediyə binasına ait taktik budur. Dostlar, mən elə bitirim, başım buraxın və 200 qəşəng bir dənə qənimətimizi topladıq, 75% köyü həll elədik. Bir dənə yıldız qaldı ki, savaş yıldızı desəm, yox, plan yıldızı deyəsən. Burada tez bir şəkildə girək. İndi alacağım adi sadə bir dənə köy girəcəm. Ondan sonra nə edəcəz? Köyümüzü yüksəltməyə keçəcəm. Belə bir dənə köy tapdım. Yəni normal köydür. Normal dediyim qənimət orta, köyün yəni düzəni sadə, yəni ucuma bilərik. Əlbəttə ki, bu tərəfdən əldə etməliyik, bir də bu tərəfdən. Ona görə nə edirik? Bura qoyduq. Ora niyə gedirsinizsə qarşı bura gəlin də. Gördüyünüz kimi artıq normal bir yerə balonu qoyduq. Balon bu tərəfi hava balonu idi. Adlar yadımdan çıxıb. Balon bu tərəfi təmizləyəcək. Ejderha bu tərəfdən gəlib kral barbardan tərəfə hücum edəcək və üçləyəcəyimizi düşünürəm ki. Bir yıldızımızı aldıq. Dostlar, bir də bu bizimkilər buranı bir tez bir şəkildə həll eləsin. Mən də sizdən bir şey danışmaq istəyirəm. Bu videodan sonra hansı video olsun? PUBG Mobile mi yoxsa Minecraft'ın yepyeni bir bölümü? Hansı video olsun yorumlarda bildirməyi unutmayın. Və zəhmət olmasa dediyim kimi əməyim haqqı olaraq videomuzu bəyənməyi, kanalımıza abunə olmağı və yorumlarda nəsə istədiyiniz hər hansı bir şey yazmağı, fikirlərinizi mənimlə bölüşdürməyi unutmayın. Gördüyünüz kimi yıldız bonusumuzu aldıq. 200 min zat gəldi. Optionlar aslında bizim vezimizdə deyil. Bir dənə də var. İstəyirəm onu da alım, tam həll eləyək. Bu nədir? Kozmik kordan. Alacaq! Bu da yəni ki, yeni bir dənə etkinlik. Çox qəribə şeylər gəlib. Bunlar əla bir şey oxşuyur. Görürsün 1030-a mənim 7 dənə var. Qəhrəmanlar tapa ala bilərəm. Bunu mən necə alacağız? Bir ona baxın. Demək biz deyəsən savaş eləyək, bunu qazana bilərik. 2 dənə savaş eləyib bir dənə qəhrəman kitab almaq istəyirəm. Misal söyle bu ağzıma gələn hər bir köyə cumacam. Görüş burada nə edə bilirsiniz? Və 3 tərəfdən içdən mələt diyorlar. Yəni ki, udduq. Çünki bot köydür.
və bütün yıldız bonuslarımızı bitirdik. Bir dənə də savaş eləyib tez bir şəkildə ya kahraman kitabı alacağam ya da savaş kitabı alacağam. Yəni bu ikisindən biri. Bir də deyən oğlum mənim nə qədər 2 dənə inşaat kitabım var. Amma bunları əlbəttə ki istifadə eləmək istəmirəm çünki iləride bizə lazım olacaq. Bunlar bir dənə tez savaşıb elə bir 750 nə idi onun adı? Bir dənə baxım. 750 dənə rock madalyasını alıb 1100 1030 idi yoxsa mən 1030-a kahraman kitabı almaq fikirləşirəm. Çok iyisin. Dostlar bir dənə belə sadə bir dənə köy tapdım. Tez buna cumub həll eləmək istəyirəm. Ondan sonra 750 rock madalyasını alıb kahraman kitabımızı almaq istəyirəm. Və zaferimizi aldıq dostlar. İndi baxaq bizə. Ay da bir dənə də o zaman tez bir şəkildə saldırı eləyək. Ondan sonra baxaq. Və dostlar yəqin ki gördüyünüz 1704 oldu. Buradan 750 madalyamızı alırıq. Bu qalsın hələ ki. İndi buradan da ehtiyac yoxdur. Saat kulesi ehtiyac yoxdur. Bir dənə bu qaldı. Hava fişəklərdə gizli testadır. Bir də bu büyücülərdir. Bunları həll etməliyəm. Bir də ordu kampları yəqin ki full deyə düşünürəm. Yəni hamısı son səviyyə deyil. Biz burada əslində kahraman kitabını da eləyə bilərik. Mən onda bir tez bütün qanimətləri alın. Ancaq burada nə etməliyik? Mən əslində bütün hər şeyi almaqdan səhv elədim. Buradan gəlik ən bahalı bir şeyə. Verdiyi minası yox. Okçu kuleləri var. Gizli testlər. Məsələn, bunun elə birini həll edək. Mənim fikrimcə kahraman kitabını almaq lazımdır. Buna tez bir şəkildə 8500-ü basırıq. Laboratoriyada dostlar nə edirik? Bunu basırıq da buradan aradan çıxır. Buradan tez bir şəkildə əlbəttə ki kahramanlar kitabını alırıq. Buradan tez bir şəkildə bitirdik. Mənim fikrimcə də ordu kampını buradan yüksəldək və son olaraq da nə edirik? Barbarımızı yüksəldirik. Hələ gördüyünüz kimi nə var? Burada 4 milyondan çox. Yəni belə deyim də, bunun zaten hamısını yüksəltmək üçün nə edirik? 4-cü bölümdə, yəni bu 3-cü bölüm olduğuna görə 4-cü bölümdə yeni bir belediyə binasına keçirik. 8-ci belediyə binasına keçib möhtəşəm yüksəltmələri ilə siz gözəl izləyicinin qarşınızda olacam. Adam ya, adam ya. Geldi adam. Bir yan köydə baxaq. Yana heç baxmasaq daha yaxşıdır. Laboratoriyamıza bir dənə tez bunları yüksəldək. Bundan sonra eləyən biliyətinə. Heç də bu da sadə bir şəkildə qalsın. Bir də baxmaq istəyirəm yeni güncəllənmə olaraq mənə gəlib. Bu dostlar belə bir dənə şey gəlib. Mən hal-hazırda desəm ən birinciyəm, yəni çox desəm. Belə bir dənə turnuvadır amma yəni necə savaşırıq? Heç bir fikrim yox. Gördü eşleşmə bu. İstəyirsə tez bir şəkildə bunu baxaq. İlk dəfə sizinlə bərabər denəyək. Getdik. Və heç görməmişəm, amma sizinlə bərabər görürəm. Qabağımıza bir dənə belə köyə və bunu öldürməliyik. Biz burada mənim fikrimcə və məncə bu köydə 3-dədik. Burada elə bil həm savaşırıq, sonra elə bir lig var. Yeni sistemdir. Bu yoxsa nə deyil, heç mənə çatmadı. Yəni heç xəbərim də olmayıb. Əvvəl yəni yüngül takib edirdim. Yəni xəbərlər baxırdım. Yəni Clash of Clans'da ilgili videolara baxırdım. Yəni yeni nə gəlir, nə gəlmir, hamısına baxırdım. Amma indi 2-3 həftə baxmadığım görə heç bilmirəm. İndi deyə bunu 3 səviyyə elədik, hə. Belə elədik, nə olacaq? Evə dönərik yəndə. Savaş elədik, kupalı savaş. Amma bir də bilgisinə baxa bilərik qardaş. Genel bakış kupalı savaş bilgisi. Kupalı savaşlardaki her ligin kendine ait bir haftalık turnuvası vardır. Savaşlar kazan liderlik tablosunda yüksel. Şan ve şöhrət ulaş. Esne əlbət dediği kimi, yəni kupalı savaşdır. Savaşırıq və liglərimiz yüksəlir və belə bir şeylər olur. Belə heç normal bir şeydir. Yəni çox da bir şeydir amma orta bir şeydir. Və bizə deyəsən yəni saldırır həmin adam. Ümid edirəm ki yaxşı, normal bir sadə bir video oldu. Video qısası yəqin ki azdır amma yenə də yəni da eləyə bilər. Bütün güncəllənmələr elədik, savaşımızı elədik. Yeni gələn nə güncəlləmə var, hamısını sizə dedim. Yəni başqa heç bir şey eləyənmərik. Ümid edirəm çox qəşəng bir video alındığını düşünürəm. Videoyu bəyənməyi, kanalımıza abunə olmağı, bildirim tümünü açmağı unutmazsanızsa çox sevinərəm dostlar. Yorumlarda nə yazırsınız yazın. Fikirləriniz mənim üçün maraqlıdır. 4-cü bölümdə yeni bir belediyə binasına keçəcəyiz inşallah. Onda sağ salamat gələn videoya görüşmək üzərə. Sağ olun.